Özünüzü təqdim edeyim. Həsənov Rafael. Bura ne için gəlmisiniz Rafael bəy? Çeşlə dəmir yolu ilə Montin dəmir yolunun arasında 175 ailə olubdu, evləri olubdu. Hə. Dəmir yol icrasına, dəmir yol icrasından məhkəmənin qərarı olmadan gəlib bütün evləri hamısını uçurublar. Hamı da beşlər qalıb altında. Hətta elə olub ki, evləri uçuranda 4 dənə uşaq olan olubdu. Burada bacımız buradadır. Onun uşağının birinci çası qırılıb. Ümumiyyətlə sizə məlumat verilməyib. Heç kimə məlumat vermədən bir gün içində evlər hamısı uçurlar cəmaatın başına. Harda yaşayırsa lazımdır. Kvartant yaşayırıq, onun imkanımız yoxdur. Kvartant verməyə gücümüz çatmır. Kompensasiya da verməyiblər Bir gəldiyi sizlərə. işimə kompensasiya verilmir. Ne için vermir? Səbəb nə göstərilir? Deyirlər ki, qanunsuz tüymüsünüz. Halbuki bizə orada su üçün JEK-dən arayış alınıbdır. Məsələn, qaz çəkmək üçün bizə qaz idarəsindən arayış alıb qaz çəkdirmişik, işıq çəkdirmişik, internet çəkdirmişik. Bütün kommunallarda vaxtında vermişik. Dövlətimiz necə lazımdır qaydasında bizi həm də şəhər deyəndə müəyyən yerlərə ki, necə qaydasında işıq stolbalar bastırılırdı, internet çəkilirdi. Bahalı kabellərlə, qayda qanunla hər bir şeylə təmin edilir. Bizə icazə verdilər vaxtında. Heç kimə demədilər. İcazə verdilər, tikdik, hamımız tikdik. Ona görə də xahiş edirik prezidentimizdən bizə kömək eləsin. Kompensasiya verilməsinə kömək eləsin ki, ev alaq bir yerə yerləşir, bu sənədə qalmışıq. Başqa şəxslər alıb kompensasiya? Heç kim kompensasiya Heç kəs almıyor. Heç kim almıyor. Çox xahiş edirik. Bütün 175 ailənin adına mən şəxsən xahiş edirəm ki, özüm də 1990-cı ildə ağır yaralanmışam. Hə, Vətən müharibəsinin qazisi. Bəli, Salyanski qazanmanın qabağında 3 dənə güllə girib qıçama. Mənim sifətim hamısı bax para-para. Baxa bilərsiniz. Bax, buradan avtomatın yolunda oyna vurublar. Baxa bilərsiniz. Sonra qıçama baxacağım, olmasa. Güllə girib qıçama, onu da komşunun göstərin. Bax, buradan güllə girib qıçama. Buradan. Bax, buradan çıxıbdır ona. Bax. Qazıyam özüm. Əliliyinizi alırsınız yoxsa? Yox, ailəli almaq üçün mən getdim Semaşkanın skolosuna, orada dokumentlərimi tapa bilmədim. Hə, arxivdən tapa Bəli. bilmədiniz. Dedilər ki, sizin dokumentləriniz köçürülüb Semaşkanın orada Semaşkaya. Orada getdim, biz hansıda ki yatırdıq, oraya idaradır bu saat. Aydın. Semaşkası işləmir. Getdim orada da bir həftə axtarış elədilər, tapa bilmədilər. Dedilər ki, bəs haqçilər o vaxt burada işləyirdi, bir əldə qoca həkim vardı, axsaq həkim idi. Onun sestrası yığıb bütün imkanlarda yaralananların hamısının dokumentlərini zərərləşdiriblər. Mənim də dokumentlərim tapılmadı. Xahiş edirəm bizə kömək olsun. Tək ölməyə yox, bütün 175 ailənin hamısına kömək olsun. Uşaqları çoxdur, 4-3 uşağı var. Bunların uşaqlarının da olmağı bizim vətənimizdə əskərə gedəndə onların da oğulları var, əskərə gedir. Xanım bacılarımız, qızlarımız var, nəvələrimiz var. Onlar da gələcək vətənimizin övladlarına necə deyirlər, artım üçün daha yaxşı olar. 11 milyon əhalimiz var, indi olar 2 ildən 3 il 12 milyon. Yəni artım üçün gərək millətimizi qoruyarsan ki, artım olar. Küçələrdə uşaqlar hamı xəstələnib sağ. Soyuqdur, qışdır, yatmağa yerləri yoxdur. Əsas tələbiniz kompensasiyadır. Bəli, əsas tələbimiz olsa heç şey istəmirik. Bizə 175 ailənin hamısına kompensasiya verilsin və onlar evlərlə hardasa ev alıb öz gücləri çatan yerdən ev alsınlar. Aydın. Prezidentimiz Cənab İlham Əliyevdən çox xahiş edirik. O həmişə bizim yanımızda olubdur. Bütün qaçqınlara həmişə hərə öz rayonunda ev titiribdir. Allah Heydər Əliyevə rəhmət eləsin. O da əlindən gələni həmişə edibdir, həmişə inanıbdır. 44 günlük müharibədə İlham Əliyev cənabları çox ağırlı hərəkətlə 44 gündə o boyda Qarabağ torpağını aldırıbdır. Allah Mən Cavadolu Safra torpaqlısı 2006-dan ora köçmüşük. O torpaqda yəni Türkmənistan köçkünlüyündə biz gəlmişik ora. İndi hal-hazırda mənim qaz, işıq, su xəttləri ola bizə deyirlər qanunsuz tikilib. Bizə bir gün ərzində 2 ay əvvəl gəldə ölçdülər, biçdilər. Dedilər kvadratda 2500-dən veriləcək. Elə oldu ki, iyulun 25-i mənim evimi gəlib söküblər. Heç nə demədən, xəbərdarlıq etmədən bizim evimizi sökməyə başladılar. Mənim 4 evladım var, 4 oğlan oldular, əsgər uşaq. 4-cü 3 yaşlı, az yaşlı oğlum evdə ola söküntüyə başladılar. Mənim uşağımın ayağı qırıldı. Travmatologiyada da kağızında. İndi bizə deyirlər ki, siz qanunsuz tikimisiniz, sizi məhkəmə yolu ilə çıxardırıq. Heç bir məhkəmə əsası olmadan bizi evdən çıxartdılar.
İndi mən də öz prezidentimizdən xahiş edirəm ki, bizim kompensasiyalarımızı verirsiniz. Belə əhali 175 ailə hal-hazırda küçədə qalır. Az yaşlı olanlar da var, xəstəsi olanlar da var. Evi olmayıb, indi hal-hazırda məcbur hansısa qohumunun evində sığınacaq kimi yaşayanlar da var. Bu millət nə qayırıb ki, bu boyda bizə soyqırım yaşatdılar. Mən xahiş edirəm, bizim kompensasiyalarımızı versinlər. Haçana qədər biz kiminsə evində sığınacaq kimi yaşayacaq. Belə əhalinin nə günahı var idi ki, çıxartdı. Və bizdən o biri tərəfə kompensasiya verilir. Eyni xəttdə olan yolda 1500-dən, 1000 manatdan deyirlər, razılaşmırlar, çıxmırlar. 1500 istəyirlər. Onlara kompensasiya verilib eyni yol xəttidir. Amma bizə verilmir. Bəs bu ayrı seçkilik nədən irəli gəlir? Bilmirəm. Bizə heç bir əsas verilmədi. Məhkəmədə işimiz gedir. Bəzilərin məhkəməsi işi xitam verilir. Ola-ola, əllərində sənəti ola-ola xitam verilir. Dəmir yolu günahkarçıdır, bəli. Dəmir yolu günahkarçıdır. Özünüzü təqdim edin. Mən Nurullayeva Mətanət, Ədalət qızı. Dəmir yolu bizim 3-cü məhkəməmiz oldu. Yəni ola günahkarçıdır, biz keçiddə günahsız çıxdıq olduğumuza görə, yəni qanunsuz, yəni əllərində heç bir sübut olmadan gəldilər, sökdülər, qoydular yeri hamısı. Hətta mənim də ayağımda problem yaranmışdı onda, mismarzat baxmışdı, elə sökülən vaxtları. Xanım demişkən, mən uşağım evdə yatmışdı, sökürdülər üstündən, dedim evdə uşaqlar Bəs yatmışdı. insan evdə olarkən necə söküntülər Beşlərimiz davam qaldı, edə heç bilər? nə çıxara bilmədik evdən, çox əşyalarımız qaldı da oradan. Heç nə çıxartmadı. Mənim az yaşlı evladımı götürdüm, apardım. Səsimizi çıxardanlar da aparırdılar, orada qorxudurdular, cəza verirdilər ki, siz vətən xainisiniz. Haqqın tələb edilən vaxtdan vətən xainisi. Prezidentimiz olmayan vaxtı oldu da, məmurların öz başınalığı oldu. Prezidentimiz onda xarici şeydə idi, müqavilə bağlayırdı. O zamanlarda bizim evlərimiz kompensasiya ayrılmayıbsa bu cəmaatı çölə atmağın nə mənası var? Bir Azərbaycan vətəndaşı çöllərdə yaşamaq. Prezident öz ağzında deyir ki, milləti incitməyin. Millətin səsinə səs verin, kömək edin. İndi durub bu günü qışın ortasında haçana qədər biz kiraya qalacağıq. Mən özüm fəhlə adamam. 420 manata işləyən bir insanam. Mən 4 evlad böyüdürəm. Sosial almıram, bir şey almıram. Bir dənə evim vardı, onu da uçurtdular başım. Tək mən yox. Orada elə bir ailə var, xəstə yatan, anası evdə yata-yata. Evi sökdülər, gəldi ayağının üstünə düşdü, indi ayaqlarını da kəsiblər, qanını da sökdü. Dəmir yolu Bu qədər yəni zulm həqiqətən də Azərbaycanda düzgün deyil. Vətəndaşa zulm edirlər. Dəmir yolu qanunla danışırsa, gəlib qanuni şəkildə sökərdi, evlərimizi bir çıxardardı. Əlində heç bir qanun olmadan gəldi evləri sökdülər, qoydular yerə. Məhkəmə qərar olmalıdır, düzdür. Biz razıyıq, bəli, amma bizim pulumuzu versinlər. Biz əzab-əziyyət çəkmişik. Orada daşın birini 50 qəpikdən, 70 qəpikdən keçmişik bu üzədə, düzdür. Onun üçün zəhmət olsunlar, zəhmət çəksinlər. Necə biz əziyyətdən düşmüş olur, zəhmət çəksinlər, bizim haqqımızı versinlər, evimizin pulunu versinlər. O sökən oğlanlar var ya, boynu yoğun. Olar. Uşağı evdə Mənim uşağım içəridə, mən Çıraqova Aysel. Mənim uşağım içəridə olurlar, mənim oğlumun böyrəyi də xəstədir. Mənim uşağım içəridə olurlar, 2 körpə uşağım. Yuxarıdan daşları, kubikləri uşağın başına töküblər. video çəkiliş. Video çəkilişim belə var. Cənab prezidentimizdən çox xahiş edirik. 175 ailənin səsinə səs versin. Çöllərdə qalmışıq biz. Fəhlə adamıq, onun bunun qapısında işləyən adam indən belə nə şərait quracaq? Heç bir şey, heç nə eləyə bilməyəcək. Dəmir yol deyir ki, qanunsuz Avropa qazı xəttini 3 gün reisləri dayandırıblar. Bizə qaz xətti çəkiblər orada. İşıq, elektrik, kanalizasiya xəttləri, bunlar hamısı bizdə qanuni şey. Zibil puluna qədər gəlib Sabit bizdən Qurbanovun özünün vaxtında dəmir yolunda bizə körpüdən belə yaratdılar ki, sakinlərə heç bir xəsarət alınmasın. Bizə heç bir məlumat verilmədən bizim evlərimizi dağıdıblar. 175 sakin çöllərdədir. O əlili var, xəstəsi var, qocası var, hamısı bir də Mən Şahverdiyev Almaz Əbil qızı. 20 ilə yaxındır ki, dəmir yolun yanında orada ev tikib, orada yaşayırdım. Bir günün içində gəldilər, bir gün. Mən tərəfdən başladılar birinci özdə. Bir günün içində verdilər, ağır texnikalara çəkilişlər də var. Uçurtdular. Əşyalarımın çoxu qaldı orada. Bir şeylər çıxartdım, o da iş qırıq-qırıq gedirdi. Bütün 2 mərtəbə idi məndə ev. Böyük evlərdir. Hardasa 400 kvadrata yaxın mənim evimdir. Onu dağıtdılar, hamısı da pollu, patologlu. Bu qoymurdusa, qanun deyildüsə, 20 il qabaq o daş üstünə qoyanda, ondan bəri gəlinirdi. Gəlir deyirdilər ki, ay xalqımız, ay xalqımızın oğlu, qızı, bax sizə nə kompensasiya veriləcək, nə heç nə verilməyəcək, tezməyin havaydan. Bunu demədilər. Nə yaxşı indi gəlib qəfildən, özü də hər yerdə sökülübdü, söküntülərə ödəniş verilibdi.
Necədirsə bir dənə bizdə başladı bu 175 ailədə. Bir günün içində gəldilər, dəmir söktülər o hasarları. Aparan kim apara bilir? Kim apara bilər bir gündə? Birinci gün gəldilər, ölçdülər. Sonra gəldilər dəmir yolu. Gəldilər qapılara şey qoydular da. Məsələn bizdə 84 qoydular, şey verdilər. Ondan da o bir gün biz də hamı elə bildik ki, indi yəqin biraz da vaxt verir, kompensasiyanı da deyəcəklər veririk. Gedib yoxlamışlar, ondan qabaq soruşanlar olur, qonşular demişmişlər orada 1800-dən. 1800-dən deyilənə, mənə deyilməyibdi qonşularımızdan, hələ sökülməmiş, öyrənmişmişlər. Amma o yox oldu, bir günün içində bunlar ləğv oldu. Gəldilər ağır texnikalarla, deyirsən özdə diyan, fəhlələr töküblər dəmirləri, krişaları, qırırlar, çırırlar. Ay balam, qoyun bir görək yayınımızın paltarı, paltarım yoxdur mən. Nədir, nə tür şeyləri götürək. Buna da eşitmədilər. Sizin əsas tələbiniz kompensasiya. Əsas tələbimiz bizim kompensasiyadır. Küçələrdə qalmışıq. Onun bunun evində nə qədər qalarsan, qohumun evində 5 gün birində adam özü də utanır. 10 gün birində, 15 gün mən daim bizdə qaldım. Vallahi xəcalat çəkir adam. Düzdür, adam deyir ki, qalın. Utanırsan, qalırsan belə. Əsas tələbimiz budur. Çəkdiyimiz o xərci bizim xərcimizi versinlər. Yalvarırıq vitse-prezident Mehriban xanımla. Yalvarırıq, xahiş edirik ki, bu 175 ailəyə baxsın, bunların talihlərindən maraqlansınlar bunu eşidəndən sonra. Bizim səsimizə səs versinlər, bizə kömək eləsinlər. Deyirlər ki, qaz xətti olmayıb, heç nə olmayıb, hər bir şey var. Qaz xəttimiz də var, qaz xəttimiz də var, evimizin sirtoju da var, hər bir şey var. Gördüyünüz gibi kvadrat hamısı. Hamısında JP peçadı ilə. Hamısı da yəni asan evin kvadrat, icranın icazəsi ilə hər şeydə var. Ya hamıda eyni şəkildə Bir burada. danışın zəhmət olmaz. Hamı eyni şəkildə hamıda var. Məndə olan yanlarda da var, hamıda var. Bax. Hamısı, hər şeyi. Biz orada şam işığından yaşamamışıq. 2006-dan biz orada yaşayırıq. Biz orada aldaşmışıq. Zamanında kommunallarınızı ödəmişsiniz. Bəli, biz torpaq almışıq, orada tikmişik, vəziyyətlə daşları köçmüşük, bu yüzden bəli, fəhlə tutmuşuq, özümüz də çalışmışıq orada. İndi burada kimdən görüşmək istəyirsiniz? Nazirlər Kabinetində qəbulda olmaq. Bəli, biz burada prezidentə buradan müraciət edirik ki, bizim Biz ağlımıza gəlmiş. öz ağlımızdan bəli. Prezidentimiz əgər olmasa Anar müəllimlə görüşə bilsək, Anar bizi- müəllimi, hə, bəli. Anar Ələkbərovla görüşə Səsimizə bilsək. səs versin cənab prezidentdən çox xahiş edirik. 175 sakin. Məndən əvvəl olan da var, 30 il, 33 il. Hörmət olun. Oradan yol bağlıdır sabah-sabah. Oradan Keçiddən? Yaxın ikinci geri yəni. Sağ ol. Park tərəfənə, park Park tərəf. Sağ ol. Yox, Allah hamısına can sağ Sağ ol. versin, amma park tərəfdən Aparıb parka salacaqlar. Gəlin.